Sen götürdün. Neyi götürdüm kardeş? Pul kisəmi. Sen benim pul kisəmi götürdün. Senin kisende ne kadar pul var idi? 1000 dinar. Benim kisemde 1000 dinarım var idi. Ey müthim, bu hacıya 1000 dinar pul ver. Sözünüz benim için kanun da ağam. Buyur kardeşim. Selamun aleyküm. Ve aleyküm selam. Buyurun. Bağışlayın ağam. Hərəkətimə görə üzr istəməyə gəlmişəm. Narahat olma kardeş. Heç bilmirəm nə baş verdi. Sahib olduğum bütün pullarım bu kisənin içindeydi. Birdən onu itirdim. Və özümə əl ala bilmədim. Sonra da bir sonu tapıb mənə gətirdi. Bu isə sənin pullarındır ey səxavətli insan. Biz heç vaxt verdiğimiz şeyi bir daha özümüze geri götürmerik. Onu ailen için xərcləyərsən. Allah səndən razı olsun. Allah qəbul eləsin. Hərəkətimə görə məni bağışlayın. Bizim vəzifəmiz bizlərə zülm edənləri bağışlamaqdır. Gedək.